Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla. Bilirsiniz ki, cənab prezident Ağdam səfərində Muğam mərkəzinin açılışında oldu. Bütün incəsənət xadimlərini oraya toplamışdılar və çox gözəl bir konsert proqramı oldu. Vətəndaşlarla görüşdü, Ağdam sakinləri ilə görüşdü. Bir çox mühüm işlər gördü. Elə mövzumuz bu olacaq, amma kimlə? 8 may tarixində sırf o gündən bir gün öncə elə prezident mükafatı alan Beynəlxalq Muğam Mərkəzi əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, prezident mükafatçısı Mustafa Aşırovla. Hər vaxtınız xeyir Mustafa müəllim. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Bu tarixi anları yaşadığımız bir dövrdə bizi proqramımıza dəvət etdiyiniz üçün. Necəsiniz? Bir gün əvvəl prezident mükafatı alırsınız, daha sonra Ağdamdasınız. Bəli, çox qürurlu bir səfər idi. Digər səfərlərimizdən fərqlənirdi. Çox əlamətdar bir tarixi bir hadisəyə şahidlik edirdik. Və Muğamın beşiyi Qarabağda, Ağdamda Muğam mərkəzinin açılışında iştirak etmək qürur verici idi. Və onu qeyd etmək istəyirəm ki, çox möhtəşəm bir Muğam mərkəzidir və bildiyiniz kimi cənab prezident özü və ölkənin birinci vitse-prezident Mehriban xanım Əliyeva Muğam mərkəzinin açılışında iştirak etdilər və açılış etdilər və nə xoş ki, biz də bu tarixi ana şahidlik etdik. Və eyni zamanda qeyd elədiyiniz kimi mən fürsətdən də istifadə edib bir daha prezident mükafatla əlaqədar cənab prezidentə öz təşəkkürümü bildirmək istəyirəm ki, bizim fəaliyyətimizi çox yüksək qiymətləndirib və hər zaman da bu etimadı doğrultmağa çalışırıq. Ağdamdaydınız. Muğam mərkəzi orada niyə lazım idi? Birinci sənət xadimi kimi istəyərdim sizin fikirlərinizi. Ümumiyyətlə bu tipli, belə deyək, musiqilər dünyanın bu janrlar dünyanın bir çox ölkələrində var, ancaq Azərbaycan muğamı xüsusilə öz yerini tutur, fərqlənir, seçilir və öz gücü ilə fərqlənir. Xüsusilə onu deyim ki, yəni Azərbaycan muğam ifaçılığı xüsusi bir çəkiyə və yerə malikdir. Təsadüfi deyil ki, bundan öncə də hal-hazırda bizim əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin də tərkibində fəaliyyət göstərdiyi Beynəlxalq Muğam Mərkəzi Azərbaycanda, Bakıda fəaliyyət göstərirdi. Bu, birbaşa olaraq Azərbaycan muğamının inkişafı istiqamətində atılmış bir addımdır və elə muğamın beşiyi olan Qarabağda, Ağdamda muğam mərkəzinin olmağı, artıq Azərbaycanda növbəti bir muğam mərkəzinin olmağı bir daha elə muğamımızın inkişafına göstərilən diqqətdir və gələcəkdə də bu sahədə olacaq xidmətlərin inkişafı sahəsində atılan bir addımdır. Necə keçdi tədbir, konsert, o proqramın yığılması sizin üzərinizə çox böyük bir yük düşürdü? Mən bilirəm ki, dirijor olaraq yəni bütün hər bir şey sizdən asılı idi. Ümumiyyətlə bəli, bu tədbir biz fəxri qonaq olaraq iştirak edirdik. Tədbirdə zəhməti keçən mən hər kəsə öz təbrikimi və təşəkkürümü bildirirəm. Xüsusilə Mədəniyyət Nazirliyinə və cənab nazirimiz Adil müəllim Kərimli başda olmaqla Mədəniyyət Nazirliyinin bütün əməkdaşlarına öz təşəkkürümü və təbrikimi bildirirəm. Çox möhtəşəm tədbir təşkil olunmuşdu. Açılış mərasimindən sonra, cənab prezidentin çıxışından sonra muğam ifaçılarının ifalarından ibarət konsert proqramı təqdim olundu və o konsert proqramında da əziyyəti keçən, iştirak edən mən hər kəsi təbrik edirəm. Çox möhtəşəm konsert oldu və qürurlu və eyni zamanda kövrək anlar yaşadıq orada. Bəli, həqiqətən çox təsirli anlar idi. Və sonda da orada mən xüsusilə qeyd eləmək istəyirəm ki, hər bugün orta nəslin peşəkar muğam ifaçılarla bərabər, gənc muğam ifaçılarla bərabər eyni zamanda kiçik yaşlı və gələcəyimiz olan, artıq gələcəkdə bu böyük bir sənəti öz çiyinlərində daşıyacaq istedadlı uşaqların ifaları
sonda bir daha hər birimizi qürurlandırdı ki, bu görülən Əmin işlər əllərdə bəli işlər. əbəs yerə deyil və əmin əllərdədir və nə qədər ki belə ifaçılar var, nə qədər ki muğamımıza diqqət var, dövlətimizin dəstəyi var, elə muğamımız da inkişaf eləyəcək və hər zaman dünyaya səs salacaq. Ağdamda neçənci səfərlikdə olurdunuz? Mən Ağdamda işlə əlaqəli artıq ikinci dəfə idi. Bundan öncə beynəlxalq bir simpoziumda iştirak edirdik və bu dəfə isə Beynəlxalq Muğam Mərkəzinin açılışında. Ümumiyyətlə maraqlıdır bilirsiniz nə? Bu cür beynəlxalq tədbirlərdə və yaxud da belə böyük bir masştablı tədbirlərdə iştirak eləmisiniz. Amma bunun bir simvolik bir dəyəri var da. Ağdamda beynəlxalq bir simpoziumda iştirak eləmək, harda Ağdamda 30 ildən sonra. Bəli, bəli. Yəni ümumiyyətlə bu Ağdamın Qarabağ həqiqətlərinin tanınması istiqamətində, yəni necə dəyərləndirirsiniz bu məsələləri, bu cür tədbirlərin orada keçirilməsini? Çox vacib məqama siz toxundunuz. Əlbəttə ki, illərlə xəyal etdiyimiz, arzuladığımız məqamları biz hal-hazırda real olaraq yaşayırıq. Təbii ki, bu anları bizə yaşadanlara təşəkkür edirik, minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin. Bütün qazilərimizə şəfa versin. Bütün hər kəsə, döyüşçülərimizə minnətdarıq. Təbii ki, bunların hamısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ola bilərdi. Biz Ağdamdakı tədbirdən bir gün əvvəl Şuşada yerləşdirildik oteldə və çox maraqlı idi ki, Şuşadan gəlirik, Xankəndini görürük, Ağdama gedirik və bunların hamısı bizim üçün bir dövr olub ki, bir xəyal olub. Yəni İndi real o hadisələri yaşasaq belə istər-istəməz özünü bir xəyalların, nə bilim, arzuların içərisində bir hesab bir edirsən. yuxudayıq. Bəli, yuxuda hesab edirsən. Nə yaxşı ki, bu gerçəkləşib Aha. və təbii ki, azadlığımız əbədi olsun və hər zaman güclü olaq, hər zaman nə qədər ki güclü olacaq, təbii ki, bu bizim hər bir sahəmizə necə ki təsir eləyəcək, o cümlədən Azərbaycan musiqisi də güclənəcək, Azərbaycan musiqisi də tanınacaq. Elə Azərbaycan musiqisinin güclənməsi baxımından istəyirdim sual verək. Beynəlxalq səfərlərdə də olurdunuz. Beynəlxalq yarışlarda da olurmusunuz. Maraqlı olan 2020-ci ildən öncə, Qarabağ müharibəsindən öncə və Qarabağ müharibəsindən sonra. Yəni siz özünüzü orada necə hiss edirdiniz və Azərbaycana olan marağı mən bilmək istəyirəm. Artıq 30 il işğaldaydıq, bir kövrəklik var idi, hər söz bizi incidirdi. Amma 2020-ci ildən sonra artıq bir qalib bir xalqın nümayəndələri kimi gedirdik biz xarici səfərlərə və ondan sonra bizə maraq da tamam fərqli yanaşır. Maraq da fərqli idi, yanaşma da fərqli idi, hörmət də fərqli idi. Yəni bu başınıza gələn əhvalatları istəyirik danışaq. Əlbəttə ki, bir mənalı olaraq bizim mən ancaq xüsusilə öz sahəmizə istinad edib danışa bilərəm ki, nüfuzumuz çox yüksəkdir. Bizim üzərimizə düşən elə ən azından onu qoruyub saxlamaqdır. Yəni onsuz da çox yüksəkdədir və bu qeyd elədiyiniz dövrdən öncə müəyyən bir arzular var idi, kövrəklik var idisə, onların yerini daha çox qürur hissi təbii ki, əvəz edib və mən onu qeyd eləmək istəyirəm ki, biz müxtəlif əsərləri artıq sözlərinə də təsir eləyib. Bu həmin bizim qələbəmiz. Həmin dövrdən öncə biz misal üçün Çırpınırdı Qaradəniz əsərini ifadə edirdik, hansı ki onu mən də Xalq Çağ Alətləri Orkestri üçün orkestrləşdirmişəm və bizim respublikamızın və eyni zamanda Özbəkistanın xalq artisti Gülyana xanım Məmmədova onu ifa edib. Hər zaman biz ifa edirdik ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq. Artıq qələbəmizdən sonra biz onu Qarabağdan asmışıq biz kimi ifa edirik. Bəli, təbii ki, bizim də yaradıcılığımıza həm bir stimuldur bu baş verən hadisələr. Biz də öz töhfəmizi, öz qürur hissindən irəli gələn yaradıcılığımıza təsir edən məqamları yeni bir formada, qələbə ruhunda təqdim edirik. Qələbə ruhunda təqdim edirik. Çox təşəkkür edirəm sizə. Var olun, minnətdaram. Hər zaman bu ruh olsun. Yazın, yaradın, işlər görün. Yəni bu nə üçün lazımdır? Bizdən sonra bir 50 il sonra bu gənclər, uşaqlar görsün ki, o vaxtı belə bir adamlar olub ki, əvvəl belə idi, sonra artıq sözlər də dəyişdi. İndi
Görün nə gözəldir ki, 50 ildir, 70 ildir bu sözləri hələ də qoruyub saxlayırlar və saxlasınlar, davam Bəli, etsinlər. Çox təşəkkür edirəm Mən sizə. təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Sağ ol. Gündəm Qarabağ verilişi isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.